Salam əziz Sport 1 izləyiciləri, ötürmə efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı və daimi ekspertimiz Elcan Həsənli. Xoş gördük İlkin. Milli komanda oyunları başa çatdı. Çempionat qaldığı yerdə davam edir. Çox darıxmışdıq. Maraqlı hadisələr var idi. Bəli. Gəl nəticələri deyək, sonra keçək danışarıq. Kəpəz Araz Naxçıvana məğlub oldu Qəbələdə 2-0 hesabı ilə. Qarabağ Zirə ilə heç elədi 1-1. İmişli Sumqayıtı məğlub etsə də müəyyən hadisələr baş verdi və texniki məğlubiyyət veriləcək böyük ehtimal. Düzdür, hadisələri qabaqlamayaq hələ. Turan Tovuz Azərsunayda Qəbələni 1-0 hesabı ilə məğlub etdi. Şamaxı tarixinin ilk ən böyük hesablı qələbəsi imiş. 3-0 hesabı ilə Karvan Yevlağı məğlub etdi. Neftçi Sabahla heç-heçə etdi 0-0. Başlayaq həftənin, bəlkə də ayların uzun illərdən sonra baş verən hadisəsindən. İmişli Sumqayıt oyunu böyük bir təmtəraqla İmişli Futbol Klubu getmişdi Qubaya. Qubada 20 illik fasilədən sonra səhv eləmirəmsə ilk böyük bir Premyer Liqa oyunu, yəni yüksək liqa oyunu keçirildi. İmişli 1-0 hesabı ilə qalib gəldi Sumqayıta və İbrahim Əliyevin meydana çıxması səbəbindən hansı ki adı protokolda yoxdur, komandaya böyük ehtimal texniki məğlubiyyət veriləcək. Hüquqi olaraq bu necə tənzimlənir Elcan? Ümumiyyətlə bütün mediada və hər bir şeydə yazılan oyunu mən canlı izləyirdim. Necə oyundan stadiondan yox, yəni televiziya vasitəsilə canlı izləyirdim. Və izlə-izlə Facebooka daxil oldum. İlk jurnalistlərdən çıxdı ki, bu məsələ belə bir hal fakt olub. Ümumiyyətlə məsələ necədir? Hələ ki İmişli Futbol Klubuna texniki məğlubiyyət verilməyib. Yəni bu gün verilişimizi çəkdiyimiz gün 15 sentyabr 15:44-də hələ belə bir qərar yoxdur. Prosedura necə olur ümumiyyətlə? AFFA-nın İntizam Məcəlləsi var. AFFA-nın İntizam Məcəlləsinin 49-cu maddəsində birbaşa olaraq qeyd olunur ki, iştirak etmə hüququ olmayan bir oyuncunun meydanda iştirakına görə komanda texniki məğlubiyyət verilir və 5000 manat klub cərimə olunur. Yəni bunun iki tərəfi var. Həm texniki məğlubiyyət, yəni bu fakt təsdiqini tapsa, klub həm texniki məğlubiyyət alacaq və eyni zamanda 5000 manat cərimə olunacaq. Cərimə ödəməli olacaq AFFA-ya. Məsələnin biraz mən mediada və digər hər yerdə yazıldı. Burada klubu böyük bir səhlənkarlıqda günahlandırdılar. Kimlərin səhv olduğu bildirildi. Bu və digər formada belə deyim, biz oyunun protokolunu PFL-in saytına yükləyə bilərik. Hər iki kəs yükləyir və baxa bilir oyunun protokoluna. Amma bu oyunun protokolu PFL-i təqdim olunmuş və təsdiqlənmiş formadır. Yəni biz nə demək istəyirəm? Orada oyunun protokolunda hər iki komandanın belə deyim, görürük, heyətini bir növ görürük. Orada da görürük ki, əsas heyətdə kimlərdir, ehtiyat heyətdə kimlərdir. Məsələ nədən ibarətdir? PFL, Peşə Futbol Liqası oyunların qeydiyyatı və idarə olunması, qeydiyyat və oyunların idarə olunması elektron bir sistem yaradır. Əvvəl köhnə illərdə bu kağız daşıyıcılardaydı, şəxslər çıxardırdı, verirdilər oyunun inspektorlarına, digər hakimlərə və protokolu təqdim edirdi. İndi bir neçə ildir bu sistem tətbiq olunur və bu sistemdə necədir? Bu sistemdə komanda bir mövsüm ərzində, məsəl üçün müqaviləsinin PFL qeydiyyatdan keçirdir oyunçunun sənədlərini və komandanın heyətinə salır da bir növ oyunçunu. Məsəl üçün İmişlidə bu gün 24 dənə qeydiyyata salınmış oyunçu var, rəsmi. 24 oyunçu var. Və İmişli Futbol Klubu həmin PFL-dəki qeydiyyat sisteminə daxil olur və orada 24 dənə oyunçunun adını görür. 24 olacaq. Sadəcə orada proses necə gedir? Adların qarşısında yuxarıda bir hərflər olur. Bütün adların qarşısında bir belə deyim, ehtiyat E hərfi olur, bir də S hərfi olur. S olur ki, start heyət, yəni başlayır və E hərfi də ehtiyat deməkdir. Və bu ikisindən birini quş qoymaq tələb olunur. Prosto sadəcə də belə deyim, bu sistemdə və bunu təsdiqləyirsən, onlayn qayda göndərirsən. Amma burada problem nədən qaynaqlanır? Bu quş qoymaqla proses olmalı deyil də. Bu quş qoyulandan sonra, hansı ki indi İmişlidəki vəziyyətdə də burada İbrahim Əliyevin qarşısında heç bir işarə qoyulmayıb. Və bu sənəd PFL-ə göndərilib, elektron qaydada göndərilib və təsdiqlənib sistem üzərindən. Və çıxan sənəddə yenə oyunçunun adı protokolda var. Yəni klubun PFL-ə göndərdiyi protokolda oyunçunun adı zaten var. Sadəcə qarşısında bir qeydiyyat yoxdur deyə biz bilmirik ki, məsələn bu start heyətinin oyunçusudur, yoxsa ehtiyatın oyunçusudur. Yəni burada nədir? Avtomatik sayılır ki, ümumiyyətlə qeydiyyata keçmir. Amma
bax PFL-in özünün bu liqanın əsasnaməsi var da, PFL liqanın keçirmə əsasnaməsi. Həmin əsasnamədə bir neçə yerdə bu məsələlərə toxunur və bir maddə var, səhv etmirəmsə 7-ci maddədir. Protokolun tərtib olunma qaydası. Yəni o protokolun tərtib olunması qaydasında protokolun tərtib olunmasına aid heç nə yoxdur. Ümumi başqa məsələlər. Amma yəni faktiki olaraq göstərilmir ki, bu protokol göstərir ki, elektron sistem var. Göstərilir ki, bu kağız daşıyıcıda çıxardılmalıdır və indi mən orada klubdakı dostlarla danışdım. Onlar bəziləri deyir ki, kağız daşıyıcıda düzgün versiyadır. Kağız daşıyıcıda İbrahim Əliyevin adı olub. Yəni, amma elektron göndəriləndə quş qoyulmayıb. Və bu kimi belə ziddiyyətli məsələlər çıxır. Buna görə də bu sistem necə olmalı idi? Bu sistem avtomatik olaraq göndəriləndən sonra yalnız əsas və ehtiyat oyunçuların adları siyahı kimi çıxmalı idi. Hansı ki PFL oyunda yüklüdür protokolu. Bəli. O formatda olmalıdır. Görürsüz orada İbrahim Əliyevin ümumiyyətlə adı yoxdur. Bəli. O klubun göndərdiyi deyil. Klubun göndərdiyi başqa bir protokoldur və orada sadəcə quş yoxdur. Və heç bir yerdə də göstərilməyib ki, quşda adı olmayan bu mənanı verir. Hüquqda hər bir şeyin anlamı olmalıdır. Elektron sistem üzərində olan bütün proseslər, məsələn, tələbə qəbulunda sənəd verir. Orada hamısı məsələn qeyd olunur ki, ödənişli əsas deyəndə orada da quş qoyuruq da. Bu quşun mənası nədir? Hər bir hərfin ki, orada yuxarıda qeyd olunur. Məsələn, bu S hərfi nə deməkdir, E hərfi nə deməkdir? Amma ümumiyyətlə bu ikisinin quşu qoymamaq nədir? Qeyd olunmuyor. Qeyd olunmuyor. Bizdə universitet vaxtı imtahan verəndə deyirlər ki, dairəni qırağa çıxsan bu səhv savab sayılacaq. Bəli. Qeyd olurdular. Yəni bizdə çalışırıq. Bəli, mütləq orada bir şey olur. Və klubun göndərdiyi təsdiqlənmiş versiyada artıq lap quşu tətbiq eləyirsən belə. Oyunçunun adı orada olmamalıdır. Sən quş qoyursan, qoymamısansa, yeni bir siyahı tərtib olunanda oyunçunun adı orada olmamalıdır. Bu gün göndərdiyi klubun siyahıda oyunçunun adı zaten var. Adı var. Çünki belə deyim də, yəni ki, nəyə görə üzr istəyirəm? Məsələn, çox belə detala varıram da. Çünki konkret olaraq əsasnamədə deyir ki, oyunun adı oyunun protokolunda olmayan şəxsin iştirakına görə. Yəni konkret adın protokolda olması məsələsi var. Və burada da adam deyir ki, ad var da protokolda. Oyunçunun adı protokolda var. Nə olsun quş qoymuşam, qoymamışam, əsasdır, ehtiyatdır, tutam. Zaten sən başa düşürsən ki, S-lər varsa əsasdır, yerdə qalan da ehtiyat ola bilər də məsələn. Bu məntiqlə də çıxış eləyə bilər də. Yəni mən startda buraxmamışam ki onu. Məsəl. İndi bu texniki məsələlərdir. Mənim sözümün canı odur ki, bu sistem elə bir mükəmməl olmalıdır ki, səhvlərə və bu kimi şeylərə yer verməməlidir. Yəni bu burada belə deyim də İbrahim Əliyevin yerinə başqasının quşla səhv şey kimi deyil də, nə bilim, qırmızı vərəqəli cəzalı oyunçunu şey eləyiblər. Yəni burada həqiqətən də görünür ki, texniki bir problemdir. Azərbaycan futbolunda belə hadisələr çox baş verir. Bakı yadınıza gəlsə Rabotnitski ilə oyunda, Rabotnitski idi səhv eləmirəmsə, yəni Avrokubok oyunu idi. Qırmızı vərəqəsi, yəni oyunda iştirak etməməli olan futbolçunu meydana buraxmışdı. Ona görə texniki məlumat verdilər. Bu o deyildi də. Yəni oradakı o deyildi. O texniki səhv deyildi. O birbaşa biabırçılıq idi və birbaşa çox maraqlı bir şey də deyim məsəl üçün. Maraqlı idi. Görən İbrahim Əliyev oyuna çıxmasaydı nə olacaqdı? Yəni texniki məlumat verəcək. Yox, biləcəkdilərmi? Məsələ odur. Çox maraqlıdır. Biləcəkdilər. Səncə deyilməlidir? Yəni bir hüquqi cəhətdən çıxmasaydı İbrahim Əliyev oyuna. Orada məsələ belədir də. Zaten orada proseslərdə çeviklik məsələsi var. PFL-in özünün əsasnaməsi, insan məclisinin əsasnaməsi belə bir hallar varırsa, bunun üstündən 10 gün keçirsə məsələ bağlanır. Məsələn, 10 gün gözləyək ki, üstündən keçsin, məsələ bağlansın. Yəni necə? Yox, buradan söhbət gəlir. Çıxdı da, artıq bilindi, qeyd olundu, danışıldı. Məsəl üçün çıxmasaydı, bilməsəydilər, başa düşün, onu deməsin. İbrahim Əliyev çıxmadı meydana, onu buraxmadılar meydana. Məncə %50 heç kəs bilməyəcəkdi. Ehtiyat skameyada oturur, kimdə o detala açıb baxan ki, protokolda adı var, yoxdur. Sırf meydana çıxdı deyə, yəni meydana çıxdı deyə birində, əlbəttə ki. Mən yadıma gəlir bu proseslər, yəni təkcə bir ilk dəfə deyil də bu belə bir hər hansısa bir klubun peşəkarlığı və ya qeyri-peşəkarlığı adlansın, yəni zirəndə başına gəlib bu hadisə. Bu futboldur, bu olacaq. Çox normal və təbii bir prosesdir də, normal və təbii prosesdir. Yəni bunu yəni bir şey ki, Qarabağ belə eləyib də, yəni çox normal və təbii prosesdir. İndi adamlar ilk dəfə çıxıblar Premyer Liqada, yəni ilk ev oyunlarıdır. Bunlar hamı, yəni hamısının türklər deyim, xoşgörülü qarşılamaq olar. Yəni burada mediada kəskin tənqidlər də var. Bu da hardasa başa düşüləndir. Yəni
normaldır. Amma mənim vurğu elədiyimiz və biz bunun zaten o məsələlər çox danışılıb da, media danışıb. Mən fərqli bucaqdan baxmaq istəyirəm ki, məsələyə. Yəni biz necə eləyə bilərik ki, bu problemlər ümumiyyətlə olmasın? İnsan faktorudur. İnsan olan yerdə səhv olacaq. Yəni bu robotlaşdırılmış bir sistem deyil. Amma mən əsas günahkar özlərində görürəm. Kaş belə bir şey olmazdı. O da mən düşünürəm ki, klubda hər vəzifəyə bir adam olmalıdır. Ümumiyyətlə burada bilinmir. Bir dənə bəlkə də İmişlinin bəlkə də ciddi ən böyük problemlərindən biri kadr heyətidir. Yəni bu gün biz İmişlidə olan rəhbər vəzifədə olan şəxslərin heç birisinin bundan əvvəlki futbol karyeralarını görməmişik. Yəni məsəl üçün orada olan mən fərdi adad demək istəmirəm, ümumi olaraq da bəlkə də mən tanımıram. İndi biz aşağı yuxarı 5 ildə, 6 ildə futbol sferasındayıq, yəni işləmişik klublarda, görmüşük şəxsləri. Yəni orada məsəl üçün də hər bir digər komandalarda da kifayət qədər peşəkar şəxslər var, formalaşan şəxslər var da. Yəni hansı cəlb etmək olardı komandaya? Daha bunun peşəkar bilən adamlar var. Yəni elə bil ki, komandalarımız, birinci liqa komandalarımız falan ümumiyyətlə qalxan elə bil başa düşürlər ki, elə 11 nəfər heyəti düzdün, qoşdun şeylərdən iş qutarır da. Sənin işinin böyük hissəsi, zaten uğurun böyük bir hissəsi də bunun meydanda olmayan şəxslərə görədir. Arxa planı da düşünməlisən də. Və sistem bir də ən vacib bir əldə cəmləşməməlidir. Yəni hamı vəzifə səlahiyyətləri bilinməlidir. Yəni sən bəlkə də daha bilərsən. Məsələn, kim bilir ki, bu kimin şeyidir? Yəni kimin müqaviləsində dəqiq yazıb ki, oyunun protokolunu sən doldurmalısan. Vəzifəsi olar. Yəni klub görən özü bilir burada kimdədir. İdman direktorunda və yaxud da ki, icraçı direktorda olmamalıdır da. Yəni Azərbaycan sferasında idman klublarında belədir ki, bir çox hallarda mətbuat katibi doldurur, amma burada mətbuat katibi eləməyib. Yəni ümumiyyətlə mətbuat katibinin vəzifəsi deyil belə bir protokolu doldurmaq. Məncə administrativ işlərlə məşğul olan şəxs kimdirsə, yəni o doldurmalıdır. Bu da ki, yəni ən yaxşı halda, yəni komandanın bu necə olmalıdır da? Hə, məncə mənə görə necə olmalıdır? Administrator. Yəni baş məşqçi zaten bu heyətə yazılı verir. Baş məşqçidən gəlir informasiya. Baş məşqçi yazıb verir. Yəni hər bir klubun daxilində komandanın, klubun inzibatçısı olur. Sırf əsas komanda menecer də belədir. Sırf komanda meneceri olur bu məsələdə. Ona verirlər, o da girir sistem üzərində doldurur, şeylir. Sonra uzaqbaşı bir çek eləmək üçün kimsə çağıra bilər. Bir işçisini və yaxud nə istəmək kimi olurdu olsun da komanda. Yoxlada bilərlər, bir iki dəfə də çıxardarlar, yenə bir yoxlayarlar, bir də təsdiqləyərlər. Yəni bu problem yaranmaz da yəni. Yəni böyük bir rezonans doğurdu. Amma yəni qərarı hələ bilmirik. Ola bilər ki. Bəli, qərarı bilmirik və ola bilər ki, heç texniki məlumat verməsin. Vermir. Yəni dediyim kimi mənə görə burada problem bilsən nədir məsələ? Bunu baş məşqçi sifariş verib. Yəni siz necə qeyri-peşəkarlıq necə ola bilərdi? Yəni lap belə xaos necə ola bilərdi? Baş məşqçi sifariş verməyə oyunçunu meydana buraxsaydı və yaxud da ki, qırmızı vərəqə almış, cəzalı bir futbolçu. Və çox maraqlı bir nüans da var, üzr istəyirəm. Komanda öz Instagram hesabında İbrahim Əliyevin adını qeyd eləmişdi. Bəli. Və orada da balaca bir briefing kimi oldu klub rəsmiləri ilə. Baş məşqçi mətbuat konfransına gəlməmişdən öncə mətbuat katibi idi, bir də səhv eləmirəmsə komandanın meneceridir. O izah elədi ki, biz sifariş vermişik. Biz oyunçunu sifariş vermişik. Biz oyunçunun 3 tur idi ki, meydana çıxmırdı, zədəli idi. Onlarda sifariş verməmişdik oyunçunu. Adı heç qeyd olunmamışdı. Bu oyunda oyunçunun meydana buraxılacağını bilirdik və ona görə də sifariş vermişik. Öz rəsmi Instagram hesabımızda da paylaşmışıq. Yəni ki, sadəcə və sadəcə orada quş görsənməyib. Quşun orada da yenə deyirəm, quş o qədər belə adlar uzundur. Yəni gözdən qaçmaq şeyi çox böyükdür. Amma yenə də təbii ki də yenə səhvdir. Bu səhv olmamalı idi. Və bunun nəticələrin, bu 3 halın nəticələrinin elə ki, bu hadisə elə oldu ki, oyunun çox önünə keçdi də. Oyundan danışa bilmədik də. Bəli. Biraz qısa oyundan danış. Yəni sözümüz canım ki, bu 3 halı İmişi çox axtaracaq. Yəni əgər növbətdə oyun Karvan Yevlaxla oynayırsan, sən indi 7 xalın olurdu. Növbətdə oyun Karvan Yevlaxla oynayırsan, udma ehtimalın %50-dir. Çünki Karvan Yevlax səndən bab komandadır. Səndən bir yerdə gəliblər Premyer Liqaya. O oyunda udursan, olur 10 xal. Azərbaycan Premyer Liqasında, Premyer Liqada qalmaq üçün sənə ən azı 30 xal lazımdır. Sən 3də 1-in artıq birinci dövrədən həll eləmiş olursan. Yəni qalır sonra 5-ci turdan artıq misal üçün də 5-ci turdan
o qarşındakı hədəfi, düzdür, klubun, komandanın hədəfi, rəhbəri açıqlayır ki, 7-ci, 8-ci yerlərə oynayırıq biz. Yəni Premyer Liqaya qalmağa oynamırıq. O hədəfə çatmağa belə 1/3-ün həll etmiş olursan. Razıyam. Və bu da belə deyək də birbaşa olaraq komandaya bu işlərdən anlayışı olan, mən demirəm, oradakı bütün komanda demək olar ki, üzvünü tanıyıram, klubda işləyən hamısını tanıyıram. Öz işlərində peşəkar olduqlarını bilirəm, amma bir əldə 5 iş cəmlənməz, bir nəfərə 5 nəfər 5 işi tapşırmaq olmaz. Birbaşa olaraq bu işlərlə məşğul olacaq bir klub olaraq biz həmişə nə deyirdik? Bax bu ilk verilişdən heç yazılarımızda da komanda olaraq çox yaxşı komanda formalaşdırıblar mənə görə, amma klub olaraq imişdə hələm tam peşəkarlaşmayıb. Bax belə deyim, klub olaraq da bugünkü gündəki oyunlar, biz keçən dəfə də biraz buna toxunmuşduq. Yəni müdafiə olunmaqla yəni sən 1-0-a bu çox gedə bilməz. Okey də məncə birinci faktor nə idi oyunda o qalib gəlməklərində də belə hesab olaraq meydan faktoru idi. Bərbad idi qardaş. Televizordan baxırdıq odur. Özü də eyni vaxtda İngiltərə Liverpool oynayırdı. Eyni vaxtda yəni belə arada Nottingham Forest-la oynayırdı. Fantastik, yəni deyirdim ki, Arsenal Nottingham Forest oynayırdı. Yəni o meydançayda bu nə idi də, yəni həqiqətən meydança deməkdir. Və ona görə də ya Sumqayıt nə qədər oynasa sürüşürdü oyunçular. Bütün oyunçular sürüşürdü. Orada sürüşürdü. Səbəb də nədir? Mən Quba Olimpiya kompleksinin otoritetin bərbad vəziyyətdə, yəni həmin oyunda bərbad vəziyyətdə idi. Ümumiyyətlə bərbad vəziyyətdə olduğuna inanmıram. Çünki orada birinci liqada Quba futbol klubu çıxış edir və ondan qabaq da PFL otoritəsində təftiş ediblər. Həm birinci liqa üçün təftiş ediblər, həm də Premyer Liqa üçün. Buna okey veriblərsə, demək ki, orada vəziyyət yaxşıdır. Amma problem nə olub? 3 gün ardıcıl olaraq Qubada çox dəhşətli şəkildə yağışlar yağıb. Mən hətta həmin gün Qubada qaldım. Bir dostumuzun ailəsində qaldıq. Orada ev sahiblərindən biri dedi ki, yaxşı bu gün gəlmisiniz. Sadəcə heç futbol filan maraqlanmırdılar da. Biz də soruşdum ki, niyə? 3 gündür burada Leysan idi, cəmaətin evini su basıb, şəhəri su basmışdı. 3 gün aramsız yağan yağışlardan otorite o vəziyyətə düşmüşdü. Pis vəziyyətə düşmüşdü. Yəni bilirsiniz, top getmirdi, oyun sürət yox idi, komandalar heç nə eləyə bilmirdilər. Yəni ona görə də, yəni və vurulan qol belə klubun bir kombinasiyalı hücumu nəticəsi deyildi də. Mehdi Cənnədovun özünün rəqibə hədiyyə verdiyi bir epizod idi. Məncə onlar da belə şeylərdir də. Yəni Sumqayıt da öz belə qəribə gəldi ki, biz niyə qol vura bilmirik və qapıçının özü belə bir epizodda çox nə qədər qabağa çıxdı Mehdi Cənnədov orada səhv elədi. Futbolçu uzaqdan zərbəni vura bilmədi. Ümumiyyətlə belə bir məsələ var ki, biz bu gün nəyi müzakirə etməliydik? Mən sosial şəbəkələrdə gördüm, normal futboldan başa çıxan insanlar mənə görə yazmışlar ki, heç bir Premyer Liqa klubu 90 dəqiqə ərzində imişkiyə qol vura bilmir. Yəni 90+8-də vurmuşdu Turan Tovuz. Bu komandaya 90 dəqiqə ərzində qol vura bilmirlər. Nə olur, nə baş verir. Okey, 3 dənə oyun, yəni bu oyun orada keçirildi də, Quba Olimpiya kompleksinin stadionunda keçirildi də. 2 oyun Şamaxı şəhər stadionunda keçirildi. Orada sunidir deyə. Yaxşı, orada da sunidir deyə vura bilmədilər. Bəs Sabah niyə vura bilmədi? Onda hər şey standart idi. Burada Sabah normal bir yerdə özləri də oynaya bilirlər də. Və yəni bax bu gün biz zaten ondan deyirik ki, okey, bu müdafiə xəttinin yara bilməməsi komandaların texniki imkanlarının, fərdi oyunçularının zəif olmasına birbaşa bağlıdır. Yəni sən bu meydana yaxşı rəqib buraxsan, yəni və bu indi başlayıblar bir gücdür. Və rəqiblər bunları analiz elədikcə bunlar daha çözəcəklər. Heyət güclənməlidir. Heyət güclənməlidir və heyət güclənməkdən əlavə, yəni bu səpkili yalnız müdafiəni düşüb əks hücuma ilə, okey də yəni nə qədər müdafiə oluna bilərsən, okey də yəni İnanmıram da bu şey olsun. Çünki bilsən necədir? O elə bir o səddi sel gəlir bir tər durublar qabağında. O amma udar dəyəndə bir komanda açanda 3-0, 5-0 uzandan sonra o yığıb yığışdıra bilmir. İndi neçəyə pis yaxşı o gəlir motivasiya olur komanda. Amma birdən məsəl üçün gəlib Qarabağ 7 dənə top vuranda ayda onda deyəsən ki, heç nə yığıb yığışdıra bilməyəcəksən. Keçək o bir oyunlara. Kəpəz Araz Naxçıvan. Kəpəz yenə uduzdu.
Bəli. Amma Araz Naxçıvan uduzdu da, yəni Araz Naxçıvana onsuz da uduzmalıydı da. Bilirsən də, yəni Kəpəzdə yeni rəhbər dəyişikliyi oldu, yeni rəhbər təyin olundu. Elçin İbrahimov komandadan getdi, klubdan getdi. Biz bunu müzakirə etmişdik. İndi mən orada demişdim ki, Azər Bağırov gəlməməlidir. İndiki durumda Adil Şürovu göndərmək lazımdır, yoxsa ona vaxt vermək lazımdır? Səhv eləmirəmsə mediada getmişdi, 3 oyun veriblər. Biri getdi qaldı. Açıqlama verdi mətbuat konfransında ki, 3 oyunda qələbə qazanmaq yox, 3 oyunda xal var, o məqsədə çatmaq lazımdır. Yəni komandanın oyunu da. Sən necədir? Çox çətindir bu gün nəsə demək. Çünki real olaraq oyunçu keyfiyyətləri, yaxşı transferlər də eləməyiblər. Bu da görünür. Yəni oyunçu potensialları çox yüksək deyil. Yəni belə yeni bir komandadılar. Adil müəllim nəsə eləmək istəyir. Məsəl üçün də büdcə o deyil bu dəqiqə. Yəni çox keyfiyyətli, məsəl üçün də hücumçu axtarırlar, amma böyük pullar verə bilmirlər. Yəni bu kimi faktorlar var ki, ümumi yekunda nəticəyə təsir edir. Amma məsələ odur ki, bu komanda indiki vəziyyətdə çox outsider kimi görünür. Ya mən fikrimdə qalıram hələ də. Kəpəz düşəcək deyirəm. İddia edirəm bunu. Nəyə görə? Heç olmasa İlqar Nadiri 3 il idi. Komandanı yaxşı pis saxlayırdı. Heç vaxt onun idarəçiliyini bəyənməmişəm, İlqar Nadiri idarəçiliyini. Hətta həmkarlarla bundan bağlı mübahisələr etmişik. Amma yaxşı pis komandanı nəsə olurdu saxlayırdı. Bəli. Öz cibindən pul xərcləyirdi, hardasa borc sapırdı, şey edirdi, sonra gətirib afan verdi, pulla edirdi. İndiki rəhbərliklə, indiki düşüncəylə bir şey ki, Berdaşqa deyib ki, 10 min istəyirəm. Misal üçün deyirəm, burada rəsmi rəqəm deyir, 10 min istəyirəm. Razı olmayıblar. Deyiblər ki, Yegor Xuvalkoda istəyirlər, qalxacaq filan nə bilim nə. Berdaşqa gedib. Gətirdilər Berdaşqaya 9 min verdilər indi. Yəni İstədiyindən 1000 aşağı verdilər. Tam dəqiq rəqəmi demirəm, çünki tam dəqiq rəqəmi də bilirəm. 9000 veriblər. Qardaş, bunu 3 ay bundan qabaq 10 min istəyəndə verərdin də 9000. Deyərdin ki, qədər olan budur. İndi 9000-ə razı olub. İndi 9000-ə razı olub da. Onda da razı olardı, yoxsa yox? Bu idarə etmə problemidir də. Məsələ də burasında ki, Kəpəzdə bu dəqiqə idarə etmədə normal idarəçilər yoxdur. Mən belə fikirləşirəm. Və bu komanda belə davam eləsə düşəcək. İdarə etmə təfəkkürünü dəyişməlidirlər. Araz Naxçıvanın hər dəfə deyirik, yəni məncə çempionluğa oynayırlar gizli-gizli. Oynayırlar, təbii ki oynayırlar və Qarabağın bu Çempionlar Liqasının mərhələsindən bir Qarabağ bu dəqiqə beyni başqa yerdədir də. Sən onu orada hailə verdi də, yəni biz Chelsea, Liverpool, o qədər beyin başqa sonra ostodacıq bunları düşüncəsi. Və elə bir ki, heç cür fokuslana bilmir də komanda. Əslində çox yaxşı forma, bütün oyunçularla buraxmışdı, yəni heyət olaraq falan idi. Amma elə bir ki, mən orada başqa şeyləri yoxlayırdı. Bəlkə də bilirdi ki, Benfica da izləyir, çox şey eləmək də istəmirdi, gücü bölmək istəyirdi, başqa şeyləri yoxlayırdılar. Və onun üçün o bir xal okey idi, yəni şey olmasın. Amma onu dedim ki, bu perioddan maksimum elə bil ki, rəqiblər faydalanmağa çalışır ki, ən doğruda yaralanan Araz Naxçıvan. Ən doğruda yaralanan. Hələ də rəqib qarşılaşmayıb. Yəni qarşılaşana qədər bəlkə də düşünür ki, yəni biz 7-8 xal qabaqda olaq. Arazdan, yəni Qarabağın oynayanda uduzsaq belə 4 olsun, yenə də o balansı saxlayaq. Və heyət olaraq da həqiqətən bu gün Araz Naxçıvan çox yaxşıdır. Bir şey ki, ehtiyatla ona Qara-Qarayev girir. Bəli. Nə bilim, hücumçular var idi, Machado hələ oynamayıb. Zədədən qayıdıb edib, yəni ehtiyatda hücumçu. Kifayət qədər yaxşı heyətlər var. 3 hücumçu var, Ülvi İskəndərov girir. Maçadodan indi fiziki olaraq daha yaxşıdır deyə bəlkə salır. Belə, keçək Qarabağ elə Zirə oyununa. Zirə ikisi də hesabı açdı və açdı, stabil komandadır, çox möhkəm komandadır, stabil oynayırlar. Onlar da yəni artıq ilk növbə, yəni məncə şey oldu ki, Zirə və Araz Naxçıvan keçənki kimi yenə 2-3-ü böləcəklər böyük ehtimal. Yəni şey olaraq da, yəni Qarabağ çempion olmasa, bunların bu fonda bu Neftçi və Sabah bunlardan çox geri qalır indiki vəziyyətdə. Yoxsa Zirə çox yaxşı öz oyununu oynayır və yaxşı xallarını toplayır. Belə davam edəcəklər deyirsən. Məncə davam edəcək. Çünki davam etməmək üçün heç nə yoxdur.
Hazırki dövrdəki Zirə Sabah və yaxud da ki Neftçini uda bilərmi? Uda bilər. Heyətləri düşünürsən ki, yəni onlar Heyətləri, məşqçiləri, yəni Sabahı imişlidir da, yəni Zirə niyə uda bilməsin? orası da düzdür. Keçək gizli favoritlərdən biri hesab olunan və açıq-aşkar, gizli yox ya, açıq-aşkar favorit. Bəlkə də açıq-aşkar dili ilə deyən bir dənə bunlar. Bir dənə, yəni Ehtiram bəyi mən alqışlayıram. Yəni həqiqətən də qısa konkret deyib ki, çempionluq oynayırıq. Artıq yaxşı da oyunçular son anda transfer elədilər. Hətta Qurban bəy deyə mətbuat konfransında dedi ki, mən bu nöqtələrdə problemlərim vardı. Onları da doldurduq. Bir dənə qalıb mərkəz müdafiəçiləri. Yəqin ki də indi Azad Agit axtarırlar ki, o mövqelərə doldurmağa. Və açıq-aşkar da deyirlər ki, çempionluğu oynayırıq. Adamları alqışlamaq lazımdır. Ona doğru da gedirlər. Amma 1-0 olsun, bizim olsun prinsipi ilə. Bu nə qədər davam edərdi? Yəni bu Əsgər Abdullayevin taktikası. Bəli, açıq deyək də, Tovuzun oyunu bir futbol azarkeşinə zövq verir. Yəni maraq, sən Tovuzun oyununu televizorda aç, 90 dəqiqə bax. Ayxan Abbasovu da buna görə göndərmişlər. Hə. Yadıma gəlirsə, yəni Ayxan Tovuzlar, yəni adamlar yarı finala çıxmışdılar Neftçi ilə oyunda. Tovuzlar deyirlər ki, yox 1-0 nədir, 1-0 nədir. Çempionatda da səhv eləmirəmsə 6-cı yerdə bitirmişlər. Həm də həmin dövrdə axı Ayxan müəllimin qabağında əlində bu heyət yoxdur, Bu yox pullar idi. yox idi axı. Təzələ Ekrem müəllim sponsor kimi gəlirdi. Məsələ nədir də? Yəni Tovuz bu nə qədər belə davam edə bilər? Bu biraz sual altındadır. Çünki rəqiblər də artıq ona qarşı biləcəklər necə oynamaq lazımdır və ona görə də ona uyğun olaraq da şey eləyəcək. Amma yenə də yəni Tovuzda fövqəladə bir şey yoxdur. Yəni komanda xüsusi bir şey eləmir. Sadəcə olaraq hələ ki, yəni prinsip belədir də minimum az səhv elə. Qolu vuracaqsan. Bu prinsiplə şey edirlər. Səhv etməməyə çalışırlar. Və Bu prinsiplə yığıblar. düşünürəm ki, bəzi nöqtələrə düzgün futbolçular transfer edilər. Yəni Ozovic çempionatı bilir, Vadic çempionatı bilir. Sol cinah müdafiəçisi yaxşı deyildi. Marandiçə zədələnmişdi. Ora bir futbolçu gətirdilər. Nə deyək? Yəni uğurlu olsunlar. Uğurlu olsun. Və daha pis bir vəziyyətdə olan komanda 4 oyuna 4 3 məğlubiyyət, bir heçəsi var. O da Karvan Yevlaxla Qəbələ. Qısqadacı mətbuat konfransında üsyan elədi. Demək olar ki, bunu üsyan adlandırmaq olar. Kifayət qədər 11 oyunçu ilə oynaya bilmərəm mütəmadi olaraq deyir. Qəbələ niyə belə deyir? Rəhbərliyindəki problem nədir? Pulları mı yoxdur? Yoxsa mən bilirəm ki, mən eşitmişəm ki, yəni bu bankla müqavilə bağladılar. Bəli. O aşağı yuxarı Gilan Holdingin şirkətidir. Yəni Gilan Holdingə bağlı bir şirkətdir. Yaxşı bir məbləğ verdilər. Yox, məncə inanmıram ki, məsələ büdcə ilə bağlı deyil. Çünki nə qədər şey olarsan ki, sənin karvandan və yaxud da imişlidən zəif heyət qurmağa pulun var da, yəni ən azı olsun Kəpəzdən. Hə, Kəpəzdən də. Yox, normal da şeyləri var, yəni heyət olaraq, ad olaraq xarici oyunçular təcəccüd funksiyaya götürülə bir neçə oyunçular da var. Bir şey də var ki, gələndə Qəbələ rəhbərliyi biz təzədən Avrokuboklara oynamağa gəlirik deyir. Qəbələnin məsəl üçün də Qəbələ birinci oyunda çox yaxşı oynadı, heç elədi. Yəni uda bilərdi də rahat şəkildə. İlk oyunu Karvanla idi də. Yəni Karvanla nə qədər epizod oldu, qaçırtdılar. Tovuzun özünə də kifayət epizodları var idi adamların. Sadəcə ki, adamların qol vurub nəticə eləyə bilmirlər də, o gəlmir. Yəni oyun olaraq çox pis deyillər, outsider deyillər, amma nəticə yoxdur. İndi bu məşqçinin işidir də. Yəni bu məşqçi bunları ayıltmalıdır, bunları məşqçi deyir ki, heyətim yoxdur da. Məncə kifayət, yəni belə deyim də 11-ci yerdədirlər. 11-ci yerdə olacaq qədər heyətin var da sənin. Yəni orada olmamalısan da, yəni. 11-ci yer Qəbələ üçün bu kifayətdir deyirsiz də, yəni. Yox, kifayət deyil deyirəm. Yəni demək istədim odur ki, yəni sənin 11-ci yerdən yuxarıda olmaq üçün heyətin var da. Yəni sənin ən azı 8-də olmağa heyətin var da. Yəni o 11 sənin yerin deyil axı. Şamaxı 3-0 hesabına qalib gəldi. Ayxan Abbasov xarqələr yaratmağa davam edirdi. Ayxan Abbasov xarqələr yaratmaqdan çox Karvan elə bil ki, barıtı qutarır da. Bir atımlıq barıtı var da, atdılar. Biz yazmışdıq, yəni Şlankla çimir futbolçular, maaşları yoxdur, amma maaşlar verilmirdi ki, maaşlar verilib. Maraqlı da bir şey var ki, klub rəsmiləri falan heç kim də etiraz eləmir. Yəni bəzi
klublar var ki, yəni tutaq ki, atıram burada yazsamışıq Torontovuzda maçlar getişib, bizim saytımız var. Dərhal atıram mətbuat katibi zəng edəcək, 5-6 gün getişib də, yəni nə olub? Ya AFFA-dan pul gəlməyib və yaxud da ki, şirkətlərindən pul gəlməyib. Belə bir reaksiyalar verirlər. Yaxşı mənada reaksiya verirlər. Bu da azarkeşlər daxil belə bir demotivasiya yaradır filan. Bunlar heç nə vecdənə deyil də. Yəni karvanda yəni getişib də AFFA-dan bax pulu verər. Yaxşı, ancaq AFFA ilə kifayətlənəcəydinsə, yəni biz niyə o qədər özümüzü cırıb dardırdıq ki, karvan gəlsin, çempionatda oynasın. Karvan əslində deyil belə ümumi formada da, yəni yaxşı oyunçuları var və mübarizə də aparırlar. Amma elə ki Şamaxı ilə oyunda Şamaxı oyunçularının biraz daha keyfiyyətli olmasının və eyni zamanda məşqçi işinin və stabil komanda olmaqlarının hesabına oldular. Ağıllı oynayaraq, epizodları boş xərcləməyərək qalib gəldilər, belə deyim. Və haqlı da qələbə idi. Karvanın tək problemi Kənan Kərimovdur. Mən açıq-aşkar deyirəm. Kənan Kərimov pro kateqoriyalı məşqçini idarə etməyə çalışır. Azər Həşimov pro kateqoriyalı. Kənan Kərimov, sən B kateqoriyasından A kateqoriyasını ala bilməmsən. Sən bu komandanı necə idarə edə bilərsən? Okay, bu xidmətlərinə görə sənə təşəkkür edirik. Minnətdarıq. Sən 1-ci liqaya çıxartdın komandanı. Oradan da Premier liqaya çıxartdın. Karvan Yevlağa bir dənə məşqçi lazımdır. 2 dənə baş məşqçi ilə, yəni 2 qoçun başı bir qazanda qaynamaz. İmkan versələr ki, Azər Həşimov komandanı idarə etsin, məncə normal nəticələr də olacaq. Hansı ki, ora Kənan Kərimov müdaxilə edəcəksə, bu komanda ilə hamı dediyi kimi də ya 6-cı olacaq, ya 11-ci olacaq. Kənan Kərimov idman direktorsan, get stadionun problemini həll elə. Nə oldu ki, birdən-birə təzədən bu şeylə oyuna çatdıracaqlar, İmişli ilə oyuna çatdıracaqlar. İndi də deyirlər ki, o çatdıra bilmirlər, qaldı oktyabr. Bu məsələ ilə məşğul olsan daha yaxşıdır. Yəni hamı sənə təşəkkür edir, bütün Yevlaxlılar məncə minnətdardılar, amma alınmır da qardaşlar. O qocaların dövrü getdi də, o dövr. Yəni nə qədər eləsən də sən Premier Liqa səviyyəsində artıq Kənan Kərimov qoca deyil. Niyə Kənan qoca adlandırırsınız? Azər Həşimova görə və yaxud da Rəşad Sadıqova görə kifayət qədər gəncdir. Qocadır da, yaşlıdır. Yəni bir komandanın 2 dənə baş məşqçisi olmaz. Bu Şamaxıda gördük biz bu məsələni. Cavid Hüseynovla Vüqar Əsgərli komandanı düşürdülər də, yəni. Düzdür ya, orada tam başqa bir situasiya idi. Onda adamların legioner futbolçusu yox idi. Amma yenə də düşdülər də. Onlar da başa düşdülər. Şamaxı rəhbəri də ağıllandı ki, bir dənə normal məşqçi olsun, o da idarə eləsin. Sonra gəlmişik indi eyni ssenarini Karvanla yaşayırıq. Bir komandanın bir baş məşqçisi olar, o da idarə edir. Demirəm Azər qalsın, demirəm yəni Kənan getsin. Lisenziya məsələsi həll elə, gəl komandaya orada dur, idarə elə. Məşqi başqa cür verir, bu başqa bir şeylər. Məncə Azər yəni, kifayət qədər klubu idarə eləməyə gücü çatan məşqçidir. Xəstəlik tapmasa yaxşıdır. Xəstəlik söhbətindən getmişsən, Neftçi və Sabah azarkeşləri də xəstəlik tapa bilər. 0-0 hesabı ilə başa çatdı. Penalti epizodunu müzakirə edək. Daha çox. Penalti epizodu ilə bağlı indi belə deyim də, indi kimsə mətbuatda hər kəs bir fikir verir, yazır, bəziləri bildirir ki, penalti epizodu yox idi. Neftçi tərəfi açıq olaraq Instagram hesablarında da, sosial media hesablarında da paylaşdılar, videomda şey dedilər ki, çox 2 qayda pozuntusu, 0 penalti. Belə deyim də, məncə bu gün bunu dəqiq yorumlayansa adam ya hakim olmalıdır ya da Türkiyəli hakim yorumlayıb da, yəni saytların deyib ki, yaxşı ikinci epizodu qoyublar, birinci penaltidə. İndi mən belə deyim də, mən bu sahənin mütəxəssisi deyiləm, nə sən deyilsən, nə jurnalistlər deyil də. Hamı öz fikrini, subyektiv fikrini deyə bilər. Subyektiv fikir olaraq bəli, yəni ümumi futbol azarkeşi olaraq deyə bilər ki, bəli. Yəni penalti olmağa çox böyük bir əsas var idi. Zaten məşqçi hakimin də gözünün önündədir və vermişdi də, yəni penaltini. Yəni deməli belə deyim də, mən həmişə birinci nəysəm. Hakim ilk qərar vermirsə, onu var çağırırsa get ver. Burada hakimin görməməyi mən başa düşə bilirəm. Amma hakimin birinci verdiyi qərarların sonradan dəyişirsə var. Burada biraz sual qoyulur. Sual doğurur. Niyə çağırdın? Yəni bu hakim belə deyim də, çünki hakim həmişə belə fikirləşir ki, mən zaten buraxsam belə epizodu var çağıracaq da məni.
Ona görə qoy oynadım. Yavını göstərir ki, penalti. Hə, yəni adam %100 əmin olduğu halda hakim verir də penalti. Onsa zaten deyir ki, barbarda verməyəcəm, çağıracaq da, düzdürmü? Deməli o görüb, həqiqətən də inanıb ki, orada penalti epizodudur və verib. Amma indi bilmirik də, indi biz bunun üzərində heç nə deyə bilmərik də, hakim səhv Mən eləyib, sosial düz şəbəkə eləyib. hesabımda da paylaşmışdım və orada da bildirmişəm ki, açıq-aşkar penaltidir. Məhəllədə top yerdə Konkret o, hə. yerdə rübə yoxdur. Prinsipi ilə yanaşdılar. Biraz da bizə nəyə oxşuyur? Məsələn mənə bir Jim vəziyyətini alıb. AFFA da hakim inspektorlardan biri ilə danışdıq, ikisindən danışdıq. Deyir ki, adam dayaq sifəti dəyməlidir yerə. Yəni düz gözümün qabağında bax videoya baxıram elə bil ki, həmin futbolçuna adı yadımdan çıxdı. Göz-gözə gəlirəm də. Futbolçu mənə baxır ki, yəni Eminin ayağına baxır ki, top qapı arkada da bilir qapı boşdur. Top qapıya gedir. Bu özün ona tənzimləyir. Bəli, ona şey. Yəni topun jim vəziyyətində idi. Hə, ora. Çünki rəqiblərdə Avropada falan çox görə bilər də. Yəni o vaxtı belin də çevir. Yəni bədəninlə də deyir ki, bir nəfər reaksiyada izah edir ki, mənə bir hakim inspektorlardan biri izah edir ki, onu elə olmaq üçün ya Bruslu o vəziyyətdə, mən də onu dedim. O vəziyyətə gəlməkdən ötürü ya Bruslu olmalısan, ya Jackson olmalısan. Yəni mən Bruslu Jackson olmağa ehtiyac yoxdur. Sadəcə və eyni zamanda oyunçunun adam açıq-aşkar görür ki, top qapıya gedir, özünü elə buraxır. O vəziyyətə buraxır. Yəni mən bundan artıq nəsə deyə bilmərəm. Türkiyəli hakim biraz da orada məsələ nədir? Mən nə də görürəm. Bir Emin Mahmudov da topu ki şeyə vurmaq istəyir. Qapıya. Yox, qapıdan Montiya əlinə dəysin deyə. Çünki çox yaxın bir məsafədə elə bil ki, o onun əlin görür. O başa düşür. Və o da şeydir və vuran kimi. Amma mən belə yozmamışdım. Hə, vuran kimi də o reaksiya. Çünki o topu çox yüngül bir aşıtma ilə da vurub heç ona çatmamasını təmin. Birinci epizod hər bir halda bilirsən nədir? Neftçi oyun epizodundan vurmalıdır. Hə, ora gələcəkdim. Amma yəni bu birinci epizod 100% penaltidir. Yəni bunu birinci epizod məncə birinci epizodun olma ehtimalı daha çoxdur. Vargas yerə yıxıldı, o Vargas yıxıldı, Emin Opsiyada 100% penaltidir. Təmiz girmişdi. Varda oturan hakim onu da dəyərləndirməlidir ki, qardaş, buna da bax. Yəni zaten ümumi epizod bir epizod. Orası düzdür ki, Neftçi artıq, yəni Samir Abbasov saçbaş olmağa başlayıb, saçı da yoxdur ki, yola. Haqlıdır, amma yəni ki, bu futbolçuların hamısının özün saxlaması. Yəni o bir epizod oldu, ikinci Arza Bala deyəsən Reza Bala hə özün gətirmirsən. Hə, Reza Bala yəni sən görürdün ki, adam Sumqayıtdan da görürdün də adamı. Bəli. Sumqayıtda gəlib bombardır olmamışdı ki. O yaxşı oynayırdı, o başqa məsələ. Amma oynayırdı, amma yəni o vəziyyət vurmaq lazımdır da. Bax özü də dedi ki, mətbuat konfransında bizə bir dənə qələbə lazımdır ki, amma həqiqətən də orasını düz deyir. Neftçi oyun planında bir imişli ilə oyun planında da elə idi. Bəlkə də Şamaxı ilə 4 oyunun 4-ündə mən rahat deyərəm ki, hə, üstün oynayırdı. Bəli. Üstün oynayırdı. Amma bu üstün oynamaq o demək deyil ki, sən Sumqayıt da üstün oynayırdı da. Yəni hər məsələ nədir? Neftçinin hər oyununda o sən dedin saçbaş yolduran vura bilməmə epizodu var. Hə. %100 qola bütün oyunlarda girib. Bəli. Yəni sən oyunu komandada var. Var da gətirmirsən də. Yəni Samir mənim neynəsə vurmur da. Zavallı vur da bunu qardaş. Yəni bunu burada yəni imişli neynir? Sosial şəbəkələrdə vura bilməyə xalı yığır. Gol vura bilir. Vurur da. Hücum qura bilməyə hə, gol vurur da. Məsələ bir dənə nədir? Bu sosial şəbəkələrdə gördüm. 4 oyuna 3 xal. Ötən mövsüm, bu mövsümdə 4 oyuna 3 xal. Bəli. Və onda Roman Qriqarçıq idi, indi Samir Abbasov idi və sual vermişdilər ki, nə dəyişdi? Məncə yox. Məncə bu ilki komanda daha yaxşıdır. Məncə də bu ilki komanda yaxşıdır. Sadəcə bəxti gətirmir. Bəxti gətirmir məncə də. Amma belə gedə bilməz də. Yəni oyun varsa, bəlkə də indi bu artıracaqlar. 10-cu tur Qarabağ səni darmadan eləsə, 4-5-0 hesab olsa, Samir Abbasov getməlidir. Öz istifa verməlidir, üzüsüzü. Normal da xal yığa bilməsələr. Bax, bilsən məsələ necə olacaq? Gedəcək Samir Abbasov. Yenə məcburdular. Çünki yerdə bir başqa bir boşluq qalan belə bir Azər. Azər gətirəcəklər. Yəni böyük ehtimal yenə xarici gətirəcəklər. Yenə mövsüm gedəcək. Yenə o gəlib söhbəti tutana qədər, başa düşənə qədər yenə vaxt gedəcək. Nə bilim, mövsüm yenə gedəcək. Yenə Neftçi azarkeşlərin arzu olaraq qalacaq. Və son olaraq
Benfica Qarabağ oyunu var. Bəli. Yəqin ki biz bu haqqda danışmalıyıq. Nə düşünürsən Benfica ilə oyunla bağlı? Nəriman getsə də zədəlidir. Zədəlidir. Qurban müəllim də desən bildirib ki, Nərimandan başqa hər kəs sağlamdır və oyunda iştirak edə bilər. Yəni artıq şərhə ehtiyac yoxdur. Yəni Qarabağ bura qədər gəlib böyük uğur əldə edib. Yəni bu gün Benfica-nın nəticəsindən asılı olmayaraq və yenə əminəm ki və inanıram ki, çox yaxşı da mübarizə aparacaqlar. Döyüşəcəklər, yaxşı 100% rəqibi analiz ediblər. Amma sadəcə olaraq period elə oldu ki, çox vaxt olmadı da, milləri oldu, hamısı bir yerdə olmadılar, oynaya bilmədilər. Sonra çox az vaxtlar oldu da, komplekt halda yığışsınlar, oyuna hazırlaşa bilsinlər. Bu bəlkə də biraz ziyanlı işləyə bilər, amma bu period belə olacaq da, buna oktyabrda eyni proses olacaq. Bu proses belə olacaq bundan sonra. Komanda buna hazır olmalıdır. Amma təbii ki, Benfica-nın oyunda Qarabağdan qələbə və yaxud heç nə gözləmək ən azı kağız üzərində və indiki statistik nəticələr üzərində çox çətindir. Amma Qarabağ inanırıq ki, döyüşəcək, mübarizə aparacaq və Benfica-dan ümid eləyək və arzu eləyək ki, xalını dönəcək. Hamıdan fərqli olaraq mən bugün nəsə bu anda inan yarandı məndə Qarabağa. Çünki belə xaotik durumlarda həm Qurban Qurbanov özü çox tənqid olundu, nələrəsə görə klub rəhbəri tənqid olundu, transfer olmadı, o atdı Qurban Qurbanovun üstünə. Qurban Qurbanov dedi ki, rəqiblər, futbolçu satanlar özlərinin qeyri-peşəkar apardılar və bütün ictimaiyyət, bütün kütlə Qurban Qurbanovla Qarabağın üstə düşəndə nəsə bir şou göstərir. İnşallah. Mən demirəm udacaqlar, yəni ki, sadəcə Qarabağ bu gün göstərməlidir ki, yəni Azərbaycan xalqı inanır. Amma bu gün Avropaya göstərməlidir ki, yəni mən Çempionlar Liqasında oynamağa layiqəm, düşdə yaxşı düşür. Yox, zaten bizdə layiqli mübarizəni %100 aparacaq. Yəni bundan mən inanmıram ki, Qarabağ bu turnirdə, yəni belə deyək də, bütün komandalar Qarabağa 4-5 dənə qol vuracaq. Yox, mən də inanmıram, Yəni və Qarabağ azı demişdim 3 xal yığacaq. 3 oyuna heç edib yığa da bilər, amma Kopenhagen nə qalib gələcəyimizi açıq-aşkar deyə bilərəm. Mən hələ də o fikirdəyəm ki, Kopenhagenə rahat şəkildə Bakıda qalib gələcəyik. Alp havadan aralanmalıdır. Ümumiyyətlə biraz sadəcə Benfica-nın mən stadionda canlı olmuşam oyunda. Çox stadion Benfica azarkeşlər çox fantastikdir. O atmosferi. Ona alışıb artıq. Alışsalar da, nə etsələr də. İlk oyunda oyun deyil. Məsələn, Çempionlar Liqasının o vaxt Chelsea ilə ilk oyunu komanda formalaşa bilmir, tuta bilmirdi söhbəti. Çox çətin idi. Ona görə və birdən-birə temp də çox sürətli temp verəcək. Yəni biz Benfica-nın mən izlədiyim sonuncu oyun Fənərbağçədə, yəni Fənərbağçə o boyda heyəti ilə o təzyiqə dözə bilmirdi də, yəni. İndi Benfica-nın da o qədər motivasiyası olacaqmı? O da biraz mən bir dənə də bir məsələ deyim. Əvvəlcədən dedim, inanıram. Amma burada bütün oyunlarda məğlubiyyət və darmadağınlar filan olsa birbaşa Qarabağ rəhbərliyinin günahı olacaq. Çünki mən istədim ki, Tahir Gözəl və digərləri atdılar Qurban Qurbanova ki, Qurban Qurbanov da belə bir açıqlama verdilər. Sizə Neftçi ilə bağlı bir məsələ deyəcəm. Neftçi heyəti formalaşdıranda Samir Abbasov deyib ki, filan oyunçular lazımdır və Müşahidə Şurası da Samir Abbasov deyib ki, bir dənə də ulduz bizdən sənə bonus. Yəni yaxşı transfer, yəni sənə bu büdcəni veririk filan qədər. Bir dənə də bonus Müşahidə Şurasının sənə hədiyyəsidir. Ürəyin istədiyi futbolçunu biz sənə büdcədən əlavə təşkil edirik. Qarabağ rəhbəri bunu eləyə bilərdimi? Çempionlar Liqasına düş biraz bir dənə də bonus bizdən sənə əlavə. Yox, biraz Neftçi ilə Qarabağ eyni cür idarə olunmur. Düşüncələr tam fərqlidir. Oradakı futbola baxan adamlar başqa cür baxır. Tahir Gözəl özü açıqladı ki, başqa cür, mən başqa cür baxıram. O beynini göstərdi ki, mən başqa cür baxıram. Maraqlıdır, kimi gətirdi Müşahidə Şurası? Yəqin ki, İmad Fərəci daha çox istəyirdilər də, o da bonus olaraq oydu. Yəni əslində yəni bilinir. Yəni İmad Fərəci də heç nə, Qarabağa uğurlar arzulayaq, inanaq, uğurlar arzulayaq və dəstəkləyək, ümid eləyək ki, sərfəli nəticə ilə geri dönər. Verişimiz başa çatdı. Bu səfər də ötürmələr eləməyə çalışdıq.
Ümid edirik ki, növbəti turda hər hansı bir nəticələr barəsində ancaq danışarıq. Səhvlər yox, problemlər yox. Amma bunlar da olmasa bizim heç maraqlı olmaz. Siz danışma mövzumuz olmaz. Mövzumuz olmaz. Sağ olun, salamat qalın. Hər birinizə minnətdarıq.